Salam əziz şagirdlər və fizika həvəskarları. Bugün sizlərlə birlikdə sabit cərəyan qanunlarının ətraflı yazılı cavab tələb edən tapşırıqlarına baxaq. Birinci sualda deyir ki, böyük yerimizin qiyməti 8, daha doğrusu daxili müqavimətdir. Kiçik yerimiz 8, böyük yer 12, gücdəki 12. Vahidlərində yazaq. Bizdən EHG-ni soruşur. EHG nəyə bərabərdir uşaqlar? I vurulsun. Böyük yer plus kiçik yer deyilmi? Deyirsin müəllimə, böyük yerin qiyməti var 12, kiçik yerin də qiyməti var. Bizdə i-nin qiyməti yoxdur. Onda gücün düsturuna p bərabərdir i kvadratı r-dən 12 bərabərdir i kvadratı vurulsun 12-dən i-nin qiymətini tapdıq 1. Gətirib yerinə qoyaq. EHG bərabərdir 1 vurulsun 12 üstə gəlsin 8. EHG aldı 20 volt. Keçək növbəti sual. İkinci sualdır. EHG var, r var, i var. Bizdən x-ə qapanmanı soruşur. Demək, x-ə qapanma nəyə bərabərdir uşaqlar? Epsilon bölünsün kiçik yerə. Siz də baxırsınız uşaqlar. Bizim əlimizdə deməli, EHG var. 1,1. Amma kiçik yer yoxdur. Onda biz i bərabərdir. Epsilon bölünsün böyük yer plus kiçik yerdən. Kiçik yer tapa bilərik? Tapa bilərik. i-nin qiyməti 0,5 bərabərdir. EHG-nin qiyməti 1,1 bölünsün. Böyük yerin qiyməti 2 üstə gəlinsin kiçik yer. Buradan da kiçik yer elədi. Buradan r-in qiymətini aldıq. 0,2. İndi gətirək uşağı burada yerinə qoyaq. 1,1 də 0,2-yə bölündürük 5,5. Demək, sənin axtardığın cavab 5,5 amperdir. Keçdik növbəti suala, yəni üçüncü suala. Deyir ki, qapalı dövrə xarici müqavimət daxildə, xarici böyük yerdə, daxil kiçik yerdə, xarici daxildən 3 dəfə böyükdür. Və bizdən qısa qapanma, x-a qapanma bərabərdir epsilon bölünsün kiçik yer. İndi deyirsiniz ki, i bərabərdir, epsilon bölünsün böyük yer plus kiçik. Fikir versə uşağa demək olar ki, ancaq 2 düsturdan istifadə edirəm. Buradan da i-nin qiyməti 3-dür, EHG-ni bilmirik, böyük yerin qiyməti 3 r-ə bərabər üstə gəlsin r. Buradan uşağa EHG neçə elədi? 3 r üstə r gəndə elədi 4 r, 4-ü 3-ə vuranda elədi 12 r. Gətirək yerinə qoyaq. I qısa qapanma bərabərdir, epsilonumuz 12 r, böldük r-ə elədi 12. Üçüncü sualın cavabı elədi 12. Keçirəm dördüncü suala. Demək, bu tip şəkil harada görürsünüz uşaqlar? İndi münasib şəkillər çox işləyəcəyik. Deyirsən müəllimə, gərginliyin, yəni O-nun maksimal hər zaman EHG, i-nin maksimal hər zaman x-ə qapanmadır. Bax, bunu şəkildə hər zaman siz də qeyd edin. İndi gələk suala baxaq. Mənə də sualda deyir ki, cərəyan şiddətini hesabla. Yəni i-ni, qısa qapanmanı yox ha, i-ni sadəcə soruşur. I bərabərdir epsilon bölsün böyük yer plus kiçik yer. Baxırıq ki, epsilonumuz var 10. Böyük yerin qiyməti var 18. Üstə gəlsin. Nə yoxdur əlimizdə kiçik yer? Onda x-a qapanma bərabərdir. Epsilon bölünsün kiçik yerdən. X-a qapanma da 5 bərabərdir. Epsilon da 10 bölünsün yerdən. R-i taparıq 2. Gətirib yerinə qoyaq. 10-u da böləndə 20 eləyir 0,5. Demək, sənin 4-də alacağın cavab 0,5 amperdir. Gəldim 5-ci. Eyni hal uşaqlar. Yenə U-nun ən maksimalına epsilon deyirəm, i-nin ən maksimalına x-a qapanma deyirəm. Gətirib qoyaq yerinə. Yenə deyirsən müəllimə, i bərabərdir. Epsilon bölünsün böyük yer plus kiçik yer. Gətirək yerinə qoyaq. 5 bölünsün böyük yer 4 üstə gəlsin. Yenə kiçik yer uşaqlar yoxdur. Onda x-a qapanma bərabərdir. Epsilon bölünsün r-dən. X-a qapanma 5-dir. Epsilon da 5-dir. Bölünsün r-ə. R buradan elədi mi 1? Gətirib yerinə qoyaq. 5-də 5-ə böldüm elədi 1. Demək, axtardığım cavab 5-də 1 amperdir. Sonra 6-cı suala baxıram uşaqlar. Mənə deyir, eyni istilik miqdarı, diqqətli olsa siz də görərsiniz və gərginlik də eynidir. Onda gücün P bərabərdir, daha doğrusu gücün, yox, istilik miqdarı deyir, Q bərabərdir, U kvadratı T bölünsün R üstünə istifadə edək. Baxırıq ki, burada U sabitdir, Q sabitdir, qaldı T ilə R. Necə mütənasibdir? Düz. T1-in T2 olan nisbəti, R1-in R2 olan nisbəti. Məsələ burada R1 neçə, R2 neçədir? Baxaq görək, bunlar necə birləşib? Ardıcıl. Ardıcıldsa R1 elədi 2R. Bəs ikincidə necə birləşib? Paralel. Onda bölürük sayını. R bölünsün 2. Gətirib yerinə yazıram. T1 bölünsün T2 bərabər. R1-in yerini 2R. Digərini isə R bölünsün 2. İxtisar getdi, qaldı 4. Çarpaz vuraq. 4 T2 bərabərdir T1-ə. Sonra növbəti suala baxaq. Burada uşaqlar sürətlə ümumiyyətlə deməli elektron nizamlı hərəkətin orta sürətlərinin münasibətini soruşur. Deyirsən müəllim, burada ardıcıl birləşib, yəni i konstantdır. Onda i bərabərdir. Sevin düsturumuz varmı? Burada baxırsınız uşaqlar. S
ilə V necə mütənasibdir? Tərs. Və burada baxaq ki, V L-dən asılı deyil. Onda ancaq yazaq V1-in V2 olan nisbəti bərabərdir S2-nin S1 olan nisbəti. S2 2S-dir, S1 S-dir. Onu da uşağa deyib buradan baxırıq. Bu da elədi 2. Çarpazla vuraq 2V2 bərabərdir V1-ə. Sonra keçək növbəti suala. 8. Baxın uşaqlar, bu da maraqlı sual tiplərindən birisidir. 2 dənə rezistor əvvəl ardıcıl, sonra da paraleldir. Elə bilin ki, mənim ardıcıl qoşulan rezistorumuz var və hər birisinin qiyməti, bunun da qiyməti 4 erdir, bunun da qiyməti 4 erdir. Onda ümumi nəyə bərabər olar? Deyərsən, mənim toplayırsınız da eləyəcək 8-dir. Sonra deyir, bunu paralel birləşdir. Gəlin birləşdirək uşaqlar. İndi elə bilin ki, bunlar paraleldir. Yenə uşaqlar, bu da 4 erdir, bu da 4 erdir. Onda ümumi nəyə bərabərdir? 4 eri böləcəksiniz sayına, onda eləyəcək 2 er. Deməli, mən ardıcılla paralelin hər birisinin erisini tapdım. Amma məndən sonra cərəyan işlər necə dəyişir? Gəlin onda birincidə düsturu i bərabərdir epsilon bölsün böyük yer plus kiçik yerdən. Düsturu yerinə qoyaq. Epsilon bölsün. Böyüyün qiyməti 8 yer, üstə gəlsin er, elədi uşaqlar. Epsilon bölünsün 9 erə. Bu birinci hal üçün idi, yəni ardıcıl. İndi paralelə baxıram. i2 bərabərdir, yenə epsilon bölsün. Bu zaman erin qiyməti neçədir? 2 er. Gətir yerinə qoyaq. 2 er, üstə gəlsin er, o da elədi epsilon bölünsün 3 er. İndi necə dəyişər deyəndə uşaqlar, yazı saxlayın. İkincini bölürsünüz birinciyə. İkinci oldu epsilon bölünsün 3 er, birinci oldu epsilon bölünsün 9 er. İxtisarlarım getdi, qaldı 3. Deməli, 3 dəfə neyin yer 8-də artar. Ya da çarpazla vurub bilə bilərdiniz ki, i2 3 i1-ə bərabərdir. Yəni, ikinci birincidən 3 dəfə artıqdır. Baxırıq növbəti suala 9. Bu da uşaqlar eynidir. Bu dəfə 3 rezistordur. Bax, baxalım 2 ilə indi 3 dənəsi. Deyir, birinci paralel. Baxın, diqqətli olun. 3 dənə rezistor paralel. Gəlin birləşdirək. 1, paralel şəkildə. 2 və 3. Aha, bunları paralel hara getdik və hər birisi uşaqlar 3 er, 3 er, 3 erdir. Onda er ümumi nəyə bərabərdir? Sayına bölürükdə olacaq 3 er bölünsün er, elədi 3. Demək, bizim axtardığımız er ümumi nəyə bərabərdir? 3-ə. Daha doğrusu, bir dəqiqə, 3 er 3-ə bölündü uşaqlar, er eləyir. Sonra keçirəm digər halda. Deyir, indi də ardıcıl elə. Gəlin, 1, 2, 3. Yəni uşaqlar, hər birisinin qiyməti 3 er, 3 er, 3 er. Onda deyirsən, er ümumi bərabərdir, sayına vuruq. 3 eri vururuq 3-ə. Bu da neçə eləyəcək? Bu da buradan elədi 9 er. İndi məndən nə istəyir? Deyir, cərəyan şiddəti necə dəyişir? Gəlin baxaq uşaqlar. Deyirsən, yenə burada i bərabərdir, epsilon bölsün. Böyük yer plus kiçik. Böyük yer erdə axı, onda epsilon bölünsün 2 er. Gəldim bura, digəri üçün baxıram, yəni i2 üçün. i2 bərabərdir. Yenə uşaqlar, epsilon bölünsün, böyük yer 9 erdir, üstə gəlsin er. Epsilon bölünsün 10 er. Yenə bir yaxşı söhbət uşaqlar. Nə deyirdik? İkincini bölürük birinciyə. İkinci epsilon bölünsün 10 erdir, birinci isə epsilon bölünsün 2 erdir. İxtisarlarım getdi, qaldı 1 bölünsün 5. Demək uşaqlar, bu 5 dəfə neyniyəcək? Azalacaq. Ya da müəllimə i2 bərabərdir, i1 bölünsün 5-ə. Buradan da baxa bilərik ki, 5 dəfə azaldı. Keçirəm növbəti suala, yəni 10-cu sual. 10-cu sual uşaq bir tık daha maraqlıdır. Məndən x-a qapanmanı soruşur uşaqlar. Siz də bilirsiniz ki, x-a qapanma nəyə bərabərdir? Epsilon bölünsün erə. Şərtə fikir verirsinizsə, əlimizdə nə epsilon var, nə er var. Sən onun üçün uşaqlar bir dəfə epsilon tapmalısan, bir də eri, sonra gəlib kitabın istədiyi, bax bu sualın cavabını tapmalısan. Onun üçün yazaq. i bərabərdir, epsilon bölünsün böyük yer plus kiçik. i-nin qiyməti 1 verib. 1 bərabərdir. Epsilonun da qiyməti yoxdur. Böyük yerində qiyməti 16-dır. Üstə gəlsin kiçik yer. Buradan uşaqlar epsilon neçə elədir? Elə 16 üstə gəlsin er. Keçirəm, eyni qaydada ikinci üçün yazam. Çünki bu dəfə deyir ki, cərəyan şiddəti 1.8 olub. Onda 1.8 bərabərdir. Epsilon bölünsün 8 üstə gəlsin er. Buradan da epsilon elədi 14,4 üstə gəlinsin 1.8 erə. Buradan da epsilonu nə edə bilərik? Deyirsən, ay müəllim, buradakı epsilonu birbirine bərabərləşdirə bilərikmi? Bilərik uşaqlar, onda olacaq 16 üstə gəlsin er, bərabərdir. Digəri isə olacaq 14 üstə gəlinsin 1,8 er. Buradan da er elədimi 2. Demək, sənin kitabın istədiyi burada erin qiymətini tapdın. Baxın, erin qiyməti oldu 2.
Bəs epsilon yoxdur axı. Gələk burada ya da burada. Sizə necə rahatsa, hamısına eyni qiymət alacaqsınız. Məsələn, burada qoyuram yerinə. Epsilon bərabərdir 16 + -2. Elədi 18. Artıq uşaqlar EHG-nin də qiymətini tapdım. Gəlin bunu da yerinə yazıram. 18 bölünsün 2 elədi 9. Sənin axtardığın cavab neçə imiş? 9 imiş. Sonra uşaqlar 11. Yenə eyni qayda, eyni düstur, eyni tətbiq. Gəlin baxaq. Bizdə indi soruşur ki, yenə i bərabərdir epsilon bölünsün böyük yer plus kiçik yer. Yenə i bərabərdir epsilon bölünsün böyük yer plus kiçik yer. Gəlin baxaq. Birinci müqavimət 12-li cəryan 2-dir. Yəni 2 bərabərdir epsilon bölünsün 12 üstəgəlsin yer. İkinci isə uşaqlar müqavimət 6 cəryan 3. 3 bərabərdir epsilon bölünsün 6 üstəgəlsin kiçik yer. Gəlin sadələşdirək. Epsilon bərabərdir 24 üstəgəlsin 2 yerə. Burada da epsilon bərabərdir 18 üstəgəlsin 3 yerə. Yenə bunları bir-birinə bərabərləşdirə bilərikmi? Bərabərləşdirək. 24 üstəgəlsin 2r bərabərdir 18 üstəgəlsin 3r. Buradan da eləcə uşaqlar r bərabərdir neçə? Elədir 8. Düzən mənim artıq qiymətimi tapmışam. İndi buna uyğun gəlin. Ürəyiniz harda istəyir qoya bilərsiniz yenə. Məsələn, yenə birincidə qoyuram. Epsilon bərabər 24 üstəgəlsin 2-ni vurdun 8-ə. Neçə elədi? 16. Elə uşaqlar 16 üstə gələcəksiniz 24. Elədimi 40? İndi bizdən kitab nə istəyir? Yenə uşaqlar i qısa qapanma. Deyirsən i qısa qapanma bərabərdir epsilon bölünsün kiçik yerə. Epsilon tapdın 40, kiçik yer tapdın 8. 40-da 8-ə bölündü elədi 5. Demək axtardığımız cavab neçə imiş? 5-dir. Keçirəm növbəti suala. Növbəti sual neçənci sualdır? 12. Məndən gücü deyib 800-dür. Yəni P-miz 800, R-miz B50. Deməli vahidlərini də qeyd edək bura. Hər saniyədə zaman 1 neçə elektron keçir? N bərabərdir sual. Gəlin uşağa baxaq. Yerini də qiymətini verim. Deyirsən mənim P bərabərdir i kvadratı R-dən, i də bərabərdir kök altına P bölünsün R-ə. Gətirib yerinə qoysaq, elə kök altına 800-ü böldün 50-yə 16, oradan da çıxdı 4. İndi n soruşaq. I bərabərdir Q bölünsün T-dən. Q-nün yerinə n bölünsün T yaza bilərəmmi? Yaza bilərəm. Buradan kitab n istəyir. N nəyə bərabərdir? I vurulsun T bölünsün y-yə. Onsa T-nin 1-dir qiyməti zaman. I-ni də tapmışam yuxarıda 4. 4-ü bölünən 1/6 vurulsun 10 üstə mənfi 19-a. O da eləcə uşaq 2/5 vurulsun 10 üstə 19. Sonra keçirəm növbəti suala. Yəni 13-cü suala. 13-cü sualda isə deyir ki, deməli, i bərabərdir, u bölünsün r düsturu varmı? I-nin yerinə q bölünsün t bərabərdir, u bölünsün r yaza bilərəm? Yaza bilərəm. Q-nün də yerinə n bölünsün t bərabərdir, u bölünsün r yaza bilərəm? Yaza bilərəm. Kitab nə istəyir? Elektron sayın. N də bərabərdir, t vurulsun u bölünsün y vurulsun r-ə. T-nin qiyməti 5 dəqiqədir, yəni 5 vurulsun 60, yəni saniyə çevirmək lazımdır. Gərginlik 160, y-nin qiyməti 1/6 vurulsun 10 üstə mənfi 19, r-dəki uşaqlar 10. Buradan da n bərabərdir 3 vurulsun 10 üstə 22. Keçirəm növbəti sual 14. Yəni uşaqlar bir yaxşı sual. Tez deyirsən mənimə, onun qiyməti bizə verəcək EHG-ni, 5-in qiyməti x-a qapanma. Nə istəyir bizdən? Gərginlik hesablayın. Gərgin uşaqlar. Bir çox düsturlar var. Mən indi u bərabərdir epsilon bölünsün böyük yer plus kiçik yer vurulsun r düsturundan istifadə edəcəm. Buradan uşaqlar epsilon qiyməti 10-dur. Böyük yerin qiyməti 18 üstə gəlsin. Kiçik yer yoxdur. Gəlin qıraq da x-a qapanma bərabərdir epsilon bölünsün kiçik yerdən. X-a qapanma 5-dir. Epsilon da 10-dur. Bölünsün kiçik yerə. Kiçik yer elədi 2. Gətirib yerinə qoyuram 2 vurulsun. Böyük yerin qiyməti neçədir? Böyük yerin qiyməti 18. Buradan da uşaqlar 10-u 20-yə bölüb vururuq 18-ə. O da eləyir 9. 9 volt. Keçirəm 15-ci sual. Deyir K açarı 1 və 2 vəziyyətdən olanda ampermetrin göstərişi nəyə bərabərdir? Uşaqlar 1 vəziyyətində olanda görürsünüz açar açıqdır. Cəryan gəlir, bax bu cür gedir. Onda i bərabərdir epsilon bölünsün böyük yer plus kiçik yerdən 6 bölünsün 2 üstə gəlsin 1. Elədi 3, 6-nı 3-ə biləndə 2. Demək, axtardığımız cavab 2 amperdir. Amma uşaqlar 2 vəziyyətində olduqda açar bağlıdır və gəlir cəryan bax bu cür gedir. Yəni qısa qapanma yaranır. Onda bu halda isə cəryan 0-a bərabərdir. Sonra keçir növbəti sual. Yenə eyni sual uşaqlar. Yenə deyirsən müəllimə. Deməli, açar bir vəziyyətində olanda cəryan gəlir, baxın, ampermetrdən belə keçir. Onda düstur i bərabərdir epsilon bölünsün böyük yer plus kiçik yer. Yəni 12 bölünsün 3 üstə gəlsin 1. 12-nə 4-ə böləndə 3 amper. İkinci halda
Yenə açar nə olacaq? Bağlı. Onda gəlib uşaqlar bax belə ki, ən qısa qapanma yaranacaq. İkinci halda 0-a bərabərdir. Keçirəm növbəti sual. Tez burada uşaqlar epsilon 30-dur, 5 udur. Ondakı x-a qapanmadır. Nə istəyir bizdən? Mənə deyir ki, xarici müqaviməti hesabla. Tez qıraqdan x-a qapanma bərabərdir. Epsilon bölünsün kiçik yerdən. X-a qapanma 10-dur. Epsilon 30-dur, bölünsün kiçik yer. Elədim 3. Bunu bildik. Keçirəm indi uşaqlar digər hala. Yəni kitabın istədiyinə. Mən buradan u bərabərdir. Epsilon bölsün böyük yer plus kiçik yer vurulsun. Böyük yerdən tapa bilərəm? Tapa bilərəm. U-nun qiyməti 5. Epsilonun qiyməti 30. Vurulsun. Böyük yeri sən axtarırsan. Bölünsün. Böyük yer üstə gəlsin 3. Buradan da uşaq elə bununla bu ixtisar gedəndə 6. 6 r bərabərdir. R üstə gəlsin 3-ə. Buradan da elədi 5r bərabərdir 3-ə. R elədi uşaqlar. 3 bölünsün 5. Bu da 0.6 10. Sonra keçirəm növbəti 18-ci suala. Burada uşaqlar R1 də R2 də gəlin tapaq. I bərabərdir U bölünsün R-dən. R nəyə bərabərdir? U bölünsün I deyilmi? Deyirsən mənim birinci üçün tətbiq eləyək. U birimiz neçədir? 100. Özdə hər ikisi üçün 100-dür. Amma ona uyğun, birinciyə uyğun 2-dir. Elədi 50. Sonra ikinci üçün yazıram uşaqlar. U bölünsün I. Yenə 100-dür, amma I neçədir ona uyğun? 4. 100-də 4-ə bölündü 25. Demək R1 var, R2 var. Necə birləşib buralar? Paralel. Onda paralelə uyğun R-i tapaq. 50-ni vurdum 25-ə, böldüm, 50-nin üstə gəldim 25. Çünki paralel birləşmədə vurub hasilli halından cəm halına bölürük. Buradan da uşaqlar 25-i 50-ni 25-ə vurub 50 üstə 25 gəndə eləcək 50 bölünsün 3. İndi gəlin baxaq görə nəyə isə cəryan qiyməti. Yəni I bərabərdir U bölünsün R. R-in qiymətini tapısınız. 3-də 50. Bəs U-nun qiymətini 2 tap verib 150. Onda 150 bölünsün 50 bölünsün 3-ə. Bu da uşaqlar elədi neçə? 9 amper. Sonra keçirəm 19-cu. Yenə bu 19-da maraqlı sual tipləri nədir? Baxın uşaqlar, cəryanın düsturu I nəyə bərabərdir ümumi? I bərabərdir U bölünsün R. Və uşaqlar, görürsünüz, U konstant halındadır. Onda bu sabit olan yerdə R ilə I necə mütənasibdir? Tərs. Bizə deyir, cəryan şiddətini, yəni ampermetrdə daha doğrusu, 3 dəfə azalarsa, onda R neçə dəfə artacaq uşaqlar? 3 dəfə artacaq. Görək bu əvvəl necəymiş ki, sonra 3 dəfə artıb. Deyirsən, əvvəl mənim ardıcıl idi. Ardıcıl birləşin, R üstə R gəlim elədi 2 R. Sonra uşaq 3 dəfə artdı axı. Deyirsən, mənim sonra da oldu. 2 R idi. 3 dəfə artanda necə olacaq? 6 R. İndi gəlin bundan sonrasına baxaq. Bizə deyir ki, bu sonra 6 R olandan sonra R2-nin qiyməti necə olub? Bax, elə bilin ki, dövrəniz belədir. Birincini elə olduğu kimi qalıb R. İkinci bilinmir necədir sualda. Amma bunun ümumi qiyməti 3 dəfə artandan sonra bu 6 R. Bura neçə qaldı? 5 R qaldı da. Sonra demək axtardığımız cavab 5 R imiş. Növbəti suala baxaq. K1 və 2 vəziyyətlərində. Deyirsən mənim, 2 vəziyyətində K-açar açıqdır. Açar açıq olanda gərginliyi EG-ni göstərir. Yəni cavab 6. Açar bağlı olanda isə gərginliyi artıq düsturun yazırıq. Yəni U bərabərdir epsilon bölünsün böyük yer plus kiçik yer vurulsun böyük yer. Deyirsən mənim 6 bölünsün böyük yer 2 üstə gəlsin kiçik yer 1 vurulsun böyük yerin qiyməti neçədir? 2. 6-nı 3-ə böləndə 2, 2-ni də 2-yə vuranda 4. Demək axtardığımız cavab 4 voltdur. Ümid edirəm uşaqlar bütün suallar sizə aydın oldu.